Verilişimiz Məşhəddən mesaj olaraq sizlərimizin xidmətindədir. Bütün bizi izləyən əzizlərimi təbrik edirəm. Allah Taala bizi Əli əleyhissalamın vilayətində sabit qədəm eləsin. Ədirxum hadisəsi insanları birliyə və bir ümmət şəklində cəm olmağa və bir-birindən ayrılmamağa çalışır və çağırır. Qədirxum hadisəsində tamamilə başqa bir şey müsəlmanlara çatdırılıb. Amma biz isə deyirik ki, xeyr, Əli əleyhissalamın imaməti insanlara çatdırılıb. Və şübhələr Peyğəmbərin xütbə dediyindən sonra olub və bu gün də olacaq. Bu təbiidir. Böyük bayram sayılır və bu bayramı gərək qarşılamaq üçün, bu bayramı keçirtmək üçün bəzi əməllər lazımdır. Üzr istəyirəm Kərbəlayıdan da. Hamımızın bayramıdır. Yəni bizim vilayətimizin elan olunduğu gündür. Yəni Qədirxum Şiə üçün ondan böyük bayram yoxdur. Əli əleyhissalamın tanındığı yox. Hamımız bayramlıq verməli, amma adət belə olub ki, seyidlər verirlər də. İnşallah biz də böyük məmnuniyyətlə sizin hədiyyənizi qəbul eləyərik inşallah. Allah qəbul etsin. Allah kömək olsun inşallah. Balaca da olsa, yəni əslində bu təsbihdir. Allahın zikridir elə. İnşallah bu ən gözəl hədiyyədir maşallah. Allah qəbul eləsin. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin və bihi nəstəin. Salam əleykum dəyərli tamaşaçılar. Hər birinizi xoş gördük. İmam Rıza əleyhissalamın müqəddəs şəhəri olan Məşhəd şəhərindən sözlərimizin xidmətindəyik. Verilişimiz Məşhəddən mesaj olaraq sözlərimizin xidmətindədir. Hər birinizə dua edirik müqəddəs Məşhəd şəhərində. Allahın veririk öz izzət və cəlalına bizi Əhl-i Beyt əleyhimussalamın bu mənəvi qapılarından heç bir zaman ayrı salmasın. Bəli, bugünkü verilişimiz Qədirxumla bağlıdır. Nəzərinizə çatdırıram ki, qarşıdan Qədirxum bayramı gəlir. Bu münasibətlə bütün müsəlman bacı-qardaşlarımızı səmimi qəlbdən təbrik edirik. Allaha and veririk öz izzət və cəlalına bizə kömək olsun ki, Qədirxum bayramının həqiqi mahiyyətini hər birimiz başa düşək, anlayaq, dərk eləyək. Və bildiyiniz kimi Qədirxum hadisəsi Əziz Peyğəmbərimizin sonuncu həcc mərasimindən qayıdarkən Qədirxum çölündə bütün müsəlmanları başına yığıb, yəni bütün müsəlmanlar dedikdə onunla birlikdə sonuncu həcc mərasimində iştirak edən müsəlmanları öz başına yığıb və Qədirxum hadisəsinin səbəbini və Qədirxum xutbəsini bütün müsəlmanlara orada çatdırır. Və bunu biz başa düşək ki, Qədirxum hadisəsi sanki müsəlmanların gələcək müqəddaratını həll edən bir hadisə idi və biz buna çox diqqət yetirməliyik. Bəli, proqramımız davam edir. İki əsas qonağım, biri Kərbəlayı Əli Əlizadədir və digəri bizim gözümüzün ağı, qarası, gözümüzün nuru, Peyğəmbər nəslindən olan Seyyid Mirzə qardaşımızdır ki, inşallah irəliləyən dəqiqələrdə bu əziz qonaqlarımızdan istifadə edəcəyik. İlk öncə dəyərli qonağım əziz Seyyidimizi təqdim edək. Salam Kərbəlayı, xoş gəlmişsiniz. Aleyküm salam və rəhmətullah. Çox sağ olun. Qarşıdan gələn bayramımızı təbrik edirik sizi. Həmçinin biz də təbriklər edirik. İnşallah irəliləyən dəqiqələrdə sözümüzdən də istifadə edəcəyik. Və növbəti qonağım dəyərli ekspertimiz Kərbəlayı Əli Əlizadədir. İnşallah irəliləyən dəqiqələrdə də bu əzimizdən də istifadə edəcəyik. Salam Kərbəlayı, çox xoş gəlmisiniz. Salam və rəhmətullah. Qarşıdan gələn bayramınız mübarək olsun inşallah. Allah razı olsun inşallah. Mən də siz əzizlərimi, əziz Seyyidimizi ki, bu günlər deyirlər daha çox Seyyidlərin bayramıdır. İnşallah və bütün bizi izləyən əzizlərimi təbrik edirəm. Allah Taala bizi Əli əleyhissalamın vilayətində sabit qədəm eləsin. Dünyadakı Əhl-i Beytlə məşhuruq, qiyamətdə də onlarla birlikdə qərar versin. Amin, elə amin. İlk öncə istəyərdim dəyərli tamaşaçılarımız, əziz Seyyidimizdən təbərrük olaraq başlayaq, bir sualı soruşaq. İnşallah proqramımız davam edəcək. Seyyid, Qədirxum hadisəsinin müsəlmanlar üçün əsas mənəvi mesajı nədir? Çünki biz bilirik ki, Qədirxum haqqında bir çox kitablar yazılıb, çoxlu söhbətlər olunub, dərslər keçilib. Amma biz istəyərdik ki, bilək ki, əsas mənəvi mesaj nədir bu Qədirxum hadisəsindən? Bismillahirrahmanirrahim və bihi nəstəin. Çox gözəl sual verdiniz. Qədirxum çox böyük bir bayramdır.
çox böyük bir hadisədir, əzəmətli bir hadisə olub. Yəni dinin kamil olmasına və imamət və vilayətin və bu böyük bir nemətin insanlara verilməsini Qədirxumda Peyğəmbərimiz bizə çatdırıb. Bu hadisədə insanlara çox şeyləri aşılayır və bütün mənəvi dəyərləri insanların xidmətinə ərz edir. Onların içində ən böyük mənəvi dəyər budur ki, Qədirxum hadisəsi insanları birliyə və bir ümmət şəklində cəm olmağa və bir-birindən ayrılmamağa çalışır və çağırır. Və Peyğəmbərimiz vida həccindən qayıdarkən Əli əleyhissalamı imamətə təyin etməklə və hamını da ona beyət etməyə çağırır ki, həmişə imamətin ətrafında insanlar birləşsinlər, cəm olsunlar və düşmənlərin və İslamı istəməyənlərin və İslam'a qarşı olanların şərrindən amanda qalsınlar. Başqa dəyərlər də var. Bu Qədirxum hadisəsi haqqında. O da nədir? O da ibarətdir, biz imamət və vilayət məqamını tanıyaq və imamət və vilayət nemətinin şükrünü eləyək və ona mərifət tapay və Əli ibn Əbu Talib əleyhissalamın özümüzə rəhbər olmasını qəbul eləyək bütün müsəlmanlar və ona itaat eləsinlər. Bu böyük bir mənəvi dəyərdir və onun arxasınca başqa mənəvi dəyərlər də gəlir. O da Əhl-i Beytə olan məhəbbətdir. Peyğəmbərimiz buyurdu ki, mən sizin aranızda 2 dənə böyük əmanət qoyub dünyadan gedirəm. Biri Allahın kitabı olan Quran-ı Kərimdir və ikincisi də mənim sülbümdən olan Əhl-i Beytimdir. Və bu 2 əmanət bir-birindən ayrılmazlar ta Hovz başına gəlib çatana qədər. Bəli, Hovzun başına, yəni Kövsər Hovzunun başına gəlib çatana kimi onlar bir-birindən ayrılmazdır. Maşallah. Quran-ı Kərimi imamət tamamlayır və imamət də Quran-ı Kərimi insanlara şərh edir və çatdırır və bununla da dini kamil şəkildə bizə çatdırmış olur. Bəli, Allah Quran-ı Kərimdə buyurur ki, Bismillahirrahmanirrahim, Əl-yevm əkmaltu lakum dinakum və biz bugün sizin dininizi kamil etdik. Yəni Qədirxum çölündə yəni bu Əli əleyhissalamın imamət məqamına seçiləndən sonra Allah bu ayəni nazil edir insanlara. Ki bugün bu vasitə ilə mən sizin dininizi kamil elədim. Deməli bu vaxta qədər müsəlmanların dini kamil deyildi. Bəli. Peyğəmbərin 23 il zəhmət çəkdiyi bugün tamamlanır. Yəni Əli əleyhissalamın vilayəti ilə, imaməti ilə Allah sanki bu dini kamilləyir ki, o əkməltu ləkum dinikum və ətməmtu ni'məti aleykum. Həm dininizi kamillədim, həm də ki nemətlərim sizlə qurtardı. Yəni imamət nemətinin verilməyi ilə Allahın bütün nemətləri kamilləşir. Sanki Allah Mütəal imaməti bərqərar etməklə sanki öz nemətlərinin sonunda bir nöqtə qoyur. Bəli. Çünki nöqtəsiz cümlə natamamdır. Eynilə bizim dinimiz də bu cürdür. Əgər imamət olmasa din natamamdır, naqisdir. İmamət dini kamilləşdirir. Bəli, əhsən. Bəli. Bəli, Seyyid, çox gözəl istifadə elədik sizdən. İnşallah yenə də suallarımız olacaq. İkinci sualı biz istəyirik Kərbəlayı Əli Əlizadəyə verək. Deməli, biz görürük ki, elə o vaxtdan da biz bunu tarixdən, dini mətnlərdən görürük. İndi də var, indi yəni daha da çoxalıb ki, Qədirxum hadisəsi ilə bağlı çox şübhələr yayılıb cəmiyyətə, xüsusilə də indiki dövrdə texnologiyanın
sürətlə inkişaf elədiyi bir dövrdə sosial şəbəkələr vasitəsilə imamətlə problemi olanlar əsasən elə şübhələr yəni yayırlar, çıxardırlar meydana. Əsasən də əqli bir şeylər istəyirlər və deyirlər ki, yəni belə bir şey qəbul edilən deyil. Yəni Qədirxum hadisəsində tamamilə başqa bir şey müsəlmanlara çatdırılıb. Amma biz isə deyirik ki, xeyr, Əli əleyhissalamın imaməti insanlara çatdırılıb. Bu şübhəyə inşallah sizə cavab verəsiniz. Bəli, bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Seyyidimiz də çox gözəl izahlar verdi. Allah Seyyiddən də razı olsun. Qeyd etdiyiniz kimi Qədirxum hadisəsi, əzizimiz qeyd etdiyi kimi dinin əsaslarındandır. Və şübhələr Peyğəmbərin xütbə dediyindən sonra olub və bu gün də olacaq. Bu təbiidir. O vaxtı da şübhə eləyən Allahla düşmənçilik eləyərək şübhə etdi. Bu gün də o şübhəni eləyənin biraz axtarsan, biraz dərinliyə getsən, görərsən ki, hardasa bunun bir çatışmamazlığı var. Hardasa getsin maraqlanmalıdır ki, hara bağlanır, kimə bağlanır ki, haqq olan bir məsələ haqqında şübhə eləmək istəyir. Oxumuşuq biz tarixdə görürük ki, əziz Peyğəmbərimiz, əmirimiz Əli əleyhissalamı özündən sonra xəlifə, imam, vəsi təyin eləyəndən sonraki buyurdu. Əl-yevm əkməltu ləkum dinikum Quran ayəsini oxudu və buyurdu ki, Əli məndən sonra sizin rəhbərinizdir. Mən kimin rəhbəriyəm, Əli də onun rəhbəridir. İlahi, məni sevəni sev, Əlini sevəni sev, düşmən olana düşmən ol. Bir nəfər bu arada çıxdı, dedi ki, mən inanmıram sənə. Sən bunu özündən deyirsən. Çünki Əli sənin yeznəndir, yəni damadındır və onunla yanaşı əmi oğlundur. Ona görə onu seçirsən. Bu Allahın hökmü deyil. Əgər Allahın hökmüdürsə, istəyirəm Allah mənə bir bəla göndərsin. Bir dənə daş düşsün başıma. Buyururlar, həmin şəxsin başına bir dənə daş düşdü, orada döyüldü. Əvvəl özündən uzaqlaşdırdı, bizdən uzaq ol. Get bizdən uzaqlaş, Allah sənə bəla göndərəcək ki, Allahın da Maaric surəsində bu şəxs haqqında ayəsi var. Əuzu billahi mineşşeytanirracim. Səələ səilun bi əzabin vaqi lil kafirinə leysə ləhu dafi. Yəni bir şəxs özü istədi, kafir üçün də heç bir müdafiə yoxdur. Allah Taala ona bəla göndərdi, orada da canı çıxdı. Yəni sözümün canı nədir? Əziz qardaş, o vaxtdan şübhələr olub. O zatı xarablar o vaxtdan olub. Elə ilk anlardan. Peyğəmbər elan eləyəndən sonra olub və tarix boyu da var. Həmd olsun Allaha, bizim etiqadımız ki, Şiə etiqadı elə bir etiqaddır ki, bizim müctehidlərimiz, alimlərimiz, Ayətullah Məkarim Şirazi və onun kimi böyük alimlərimiz deyir ki, bütün Şiə kitablarını yandırın, Şiənin haqq olmağını biz sünni kitabları ilə isbat edək. Və həmçinin bizim Əl-Qədir kitabımız var ki, Allah rəhmət eləsin, Əllamə Əmininin kitabıdır ki, Qədirxumun isbatı haqqında yazır. Bu kitab da Əhl-i Sünnə mənbələrindən yazılıb. Yəni o şübhə eləyənlər gedib öz kitablarına da bir dənə baş vursunlar. Görsünlər Səhih Buxari, Səhih Müslim və qəbul etdiyi digər o şəxslər Qədirxum haqqında nə buyururlar, nə yazırlar, bu tarixin haqqında nə deyirlər. Bu tarix hara bağlanır? Hamısı Qədirxum hadisəsi, əziz qardaş Seyyidimiz də yaxşı bilirsiniz, əzizlərimiz üçün izah edirik ki, mütəvatir bir məsələdir. Mütəvatir nə deyirlər? O qədər deyilib, daha bunun üçün lazım deyil, hansısa gətirib kitabda görsədəsən. Yəni bunu hamı deyib, bunu hamı təsdiqləyib. Biri çıxıb buna etiraz eləyirsə və bunun barəsində şək şübhə ortaya atırsa, o artıq gedib öz zatını maraqlanmalıdır. Bunu da deyək ki, bəziləri deyir, bəli, olub, orada Əli əleyhissalam gəlib deyib ki, mən kimin dostuyamsa, Əli də onun dostudur. Buna deyirlər ki, Allah sənə hidayət eləsin, Allah səni saxlasın. Mümkündür ki, əziz Peyğəmbər, rəhmət Peyğəmbəri ki, rəhmətən lil aləmindir. Hamımız üçün rəhmət gəlib. O, Ərəbistan istiliyində, qızmar bir çağında, tarix fərqlidir də 180 mindən tutmuş da 120 min ya 80 min hacı Peyğəmbərlə hacca gedib, Peyğəmbər deyir ki, gedənlər qayıtsın, qayıdanlar gəlib bizə özün axırda qalır, gəlib bizə çatdırsınlar özlərin. Rəhmət Peyğəmbəri bir dənə bu sözü demək üçün ki, Əli mənim dostumdur,
cəmaatı zülm eləyir, cəmaatı incidir ki, gəlin mənə çatın, mən demək istəyirəm ki, Əli mənim dostumdur. Və Peyğəmbər Əli mənim dostumdur deyənləri o qədər hədislər var ki. Və ondan qabaq da Peyğəmbər nə buyurur? Ya Əli, əntə minni bi mənziləti Haruna min Musa. Sənin mənə olan nisbətin Harunun Musaya olan nisbəti kimidir. Bir dənə fərq var. Nədir? Məndən sonra peyğəmbər yoxdur, amma Harun Musadan sonra peyğəmbərdir. Bunu peyğəmbər deyib, mühüm sözlərdir ya, bunları deyib. Amma belə mühüm olmayan söz üçün bütün 180 min hacını yığır ki, desin Əli mənim dostumdur. Deməli peyğəmbər istəyir əhəmiyyətli bir məsələni çatdırsın. Necə ki Qur'an-ı Kərimin ayəsi buyurur ki, həmin günüdür ki peyğəmbər o işi gördü, Allah buyurdu ki, dinimi kamil elədim, nemətimi tamamladım. Və Kərbəla diqqət eləyək, əziz tamaşaçılar da diqqət eləsinlər. Mən kuntum mavla fahazə əliyyun mavla bu cümlədən qabaq peyğəmbər xutbə eləyir, danışır və özünü yəni qarşı tərəfə tanıdır. Yəni vəli kəlməsi ilə özünü qarşı tərəfə, yəni mən sizin başçınız deyiləm. Bir bərabərlik çatdırmaq istəyir ki, vəli mənasında bəli, olsun. ondan qabaq bir şey deyir, ondan sonra insanları iqrar elətdirir. Onlardan təsdiq alandan sonra Əli əleyhissalam bunu Əli sizin vəlinizdir. Bəli, bəli. Yəni peyğəmbər əgər sizin sözünüzə qüvvət, əgər demək istəsəydi ki, Əli mənim dostumdur, deyərdi ki, cəmaət, mən sizin dostunuz deyiləm. Onlar da deyərdi, bəli, sən bizim dostumuzsan. Deyirlər, Əli də sizin dostunuzdur. Yəni bu biraz məntiqsizdir, amma deyək ki, sözlərin qəbullu, amma peyğəmbər orada xutbədə başqa şey deyir. Xutbəni də siz yazmısınız kitablarınızda ki, peyğəmbər deyir ki, mən sizin Allah tərəfindən elçiniz deyiləmmi? Dedilər, bəli. Sən Allahın ən gözəl bəndəsi və bizlə Allah arasında olan elçisən. Bəli, çox gözəl. Təşəkkür edirik. Gözəl nöqtələrə toxundunuz. Biz istərdik əziz Seyyidimizdən hər bir bayramın özünə görə əməlləri var, müstəhəb əməlləri var. Yəni bütün bayramların demək olar ki, müstəhəb əməlləri var və eyni zamanda da Qədirxum hadisəsinin də deməli Qədirxum günündə özünə məxsus müstəhəb əməlləri var. İnşallah onlardan bir-iki kəlmə sizdən istifadə edərdik. Bəli, əlbəttə. Çünki Qədirxum bayramı ən böyük bayram sayılır və bu bayramı gərək qarşılamaq üçün, bu bayramı keçirtmək üçün bəzi əməllər lazımdır və böyük tutmaq üçün və ehtiramını saxlamaq üçün ümumiyyətlə bəzi işlər lazımdır görmək. O işlər müstəhəb işlərdir. Bayramda onları edəyəsən ki, bayramın əzəmətini hifz eləmək üçün, başqalarına çatdırmaq üçün məşğul olmaq lazımdır. Onlardan biri təmizlikdir. Məsələn, bayram günü təmiz olasan, təmizliyinə fikir verəsən, yəni bayram qüslu alasan və bayram günündə bəli, Allaha tərəf, Allahın ziyafətinə getmək. Bayram havası olmalı. Bəli, bayram əhval-i ruhiyyəsində olmaq. Onlardan biri odur ki, yəni oruç tutmaq. Əgər oruç tutursansa, sən, çünki bu ilahi bir bayramdır, mənəvi bir bayramdır bu, sən də mənəvi bir ilahi qonaqlığa özünü hazırlayırsan və oruç tutursan. Ondan sonra namaz qılmaqdır ki, Peyğəmbərimiz namazı çox sevib və çox sifariş edib namaza. Qur'an-ı Kərimdə də namaz haqqında çoxlu ayələrimiz var ki, bəli, Allahın böyük zikri sayılır ki, insan namazla məşğul olsun belə bir günlərdə və onu da qeyd edeyim ki, böyük günün, əzəmətli bir günün olunan əməlləri də böyük olur, böyük sayılır, başqa günlərdən daha böyük. Yəni, bu gündə qılınan namaz, tutulan oruc hədislərdə gəlib 1000 il oruca və yaxud ibadətə bərabərdir. Və əlavə olaraq dualar var bu haqda, dua kitablarında gəlib və zikirlər var, daha çox salavat çevirmək və Peyğəmbər və Ali Peyğəmbərə məclislər qurmaq, onları yad eləmək və məxsusən Qədirxum gününün mesajını cəmaata çatdırmaq və cəmaatı təbrik eləmək, cəmaata bildirmək ki, bu nə gündür, onun haqqında danışmaq və müsəlmanları bir-birinə mehriban eləmək üçün
Yəni bir küsülü olanda onu Addımlar barışdırmaq atmaq, üçün bir işlər görmək və daha yaxşı olar ki, bu günə aid ziyarətnamalar var. O ziyarətnamaları oxumaq və məsumların ziyarətinə getmək. Maşallah. Ümumiyyətlə, yəni bundan nəticə belə ala bilərik ki, Qədirxum üçün nəzərdə tutulan bu əməllər insanı mənəvi cəhətdən Allaha yaxınlaşdırmaq üçündür. Maşallah. Və insanları bir-birinə bağlasın və insanlar arasında sevgini, məhəbbəti, ülfəti bərqərar eləsin. Yəni ən azından balaca bir hədiyyə düzəldib birinə hədiyyə verəndə deyəsən ki, bayramın mübarək, qarşı tərəf də soruşsun ki, bu gün nə bayramıdır? O zaman Bəli. məsələn bir-iki məsəl cümlə ilə Qədirxum haqqında qısa məlumat vermək mümkündür. Bəli. Və qeyd edək ki, biz çox görürük, məxsusən alimlər ki, seyiddirlər. Bəli. Bu günlərdə qapısını açıq saxlayırlar ki, cəmaət getsin, ziyarət Geliyorlar eləsin da və onlar da hədiyyə hədiyyə verirlər ki, inşallah seyid də seyidimiz sizdə, inşallah siz də bizə hədiyyə Biz verərsiniz hədiyyə inşallah verərsin bu gözəl gündə. İnşallah sizdən də bir hədiyyə almış olaq təbərrük Məmnuniyyətlə, ünvanında. Allah köməyiniz Bəli. olsun inşallah. Allah razı olsun. Qədirxum günündə Ümumiyyət- bəli, hədiyyə bəli. vermək çox böyük savabdır Bəli. və hədislərə görə, yəni bir hədiyyə milyonlarla bərabər hədiyyəyə Tay tutulur bəli. yəni elə bir ki, bərabərlik eləyir. Yəni o gündə yazılır savabı milyon bərabərlər hədiyyə yazılır insana Bəli. və biz sevinirik inşallah ki, sizə hədiyyə verək, siz də bizdən qəbul edəsiniz. Allah İnşallah, razı olsun. inşallah. Əslində bu Qədirxum elə bir bayramdır ki, üzr istəyirəm Kərbəlayıdan da, hamımızın bayramıdır. Yəni bizim vilayətimizin elan olunduğu gündür. Yəni Qədirxum Şiə üçün ondan böyük bayram yoxdur. Əli əleyhissalamın tanındığı hamımız bayramlıq verməli, amma adət belə olub ki, seyidlər verirlər də. İnşallah Bəli. biz də böyük məmnuniyyətlə sizin hədiyyənizi qəbul Bəli. eləyərik inşallah. Qəbul Allah edəcək qəbul inşallah. etsin. İndi- Allah kömək olsun inşallah. Balaca da olsa, yəni əslində bu Maşallah. təsbihdir, Allahın zikridir elə. Bəli, İnşallah bu bəli, ən gözəl hədiyyədir maşallah. Allah qəbul eləsin. hədiyyələri isə təqdim edirik. Allah qəbul eləsin inşallah. Allah qəbul eləsin. Allah, Allah maşallah. inşallah sizi zikr əhlindən qərar versin. İnşallah bu İnşallah. təsbihlə Maşallah, zikr eləyəcəyik, bütün müsəlmanları dua eləyəcəyik, xüsusilə də İnşallah, Allah sizə qəbul seyidimizi etsin. dua eləyəcəyik. Allah qəbul İnşallah. eləsin Seycan. Maşallah. Bəli, Çox Allah gözəl. qəbul eləsin. Bəli, dəyərli izləyicilərimiz, biz yəni yaşadığımız məntəqədə, eyni zamanda Azərbaycanda və başqa ölkələrdə də biz bunu müşahidə eləmişik ki, Qədirxum günündə seyidlər öz qapılarını açıq qoyurlar və yaxud bir yerdə məclis qurulanda onlar özlərinə aid, yəni özlərinə xas kiçik hədiyyələrlə də olsa belə, yəni qarşı tərəfə bu hədiyyələri təqdim edirlər təbərrük ünvanında Allah qəbul ki, Allah etsin. qəbul eləsin. Amin. inşallah. Bəli, biz məsləhət görürük ki, izləyicilərimizə indi biz seyidlərdən bunu görmüşük, amma qeyri-seyidlər də bunu etsələr, sözsüz bunun mənəvi cəhəti də var, yəni maddi tərəfindən əlavə və inşallah Allah bunu bizim əməl dəftərimizə mütləq yazır. Bəli, proqramımız davam edir. Təşəkkür edirik bir daha əziz seyidimizdən. Kərbəlayi Əli, biz Qədirxum hadisəsində ki, verilişimizin əvvəlində mən işarə vurdum. Qədirxum çölündə Peyğəmbərimiz sonuncu yəni həccindən qayıdarkən Qədirxum çölündə ki, indinin hal-hazırda da həmin o məntəqə qalıb, həmin o çöl qalıb ki, biz bunu əgər biz internetdə axtarsaq bunu yəni görə bilərik ki, həmin məntəqə o çöl yəni çöllü bir yalan olduğu kimi də var. Yəni bu barədə yəni tarixi mənbələr nə deyir? Yəni məkan və zaman haqqında. Bəli, çox gözəl bir sualdır. Mən buna qısa konkret toxunacağam, çünki qabaqki sualınızın cavabında bir miqdar işarə etdim. Qədirxum o yerin, yəni o təpə ki var, oranın adıdır. Əziz Peyğəmbərimiz ki, gəlirlər o yerə çatırlar, məxsusən orada dayansınlar, biraz hündürlüyü var idi deyənə, həmin yerdə o dəvələrin oturacaqlarından və bir sıra əşyalardan bir hündür yer düzəltdilər ki, oradan çıxıb hamı görsün də 180 min böyük rəqəmdir. Özdə o vaxt üçün 180 min demək olar ki, yəni böyük bir rəqəmdir. Peyğəmbər istəyir hamıya səs çatsın. Hətta Peyğəmbər elan eləyəndən sonra da deyir ki, eşidənlər eşitməyənlərə çatdırsınlar.
burada olanlar burada olmayanlara çatdırsınlar. Yəni peyğəmbər istəyir desin ki, o qədər əhəmiyyətlidir ki, bunu hamı bilməlidir. Bəli. Bu Allahın hökmüdür, hamı bilməlidir. Qədirxum hadisəsi haqqında da heç bir ixtilaf yoxdur. Hamı deyir ki, bu baş verib. O dediyimiz kimi Qədirxum deyilən o təpəcikdə, o həmin məkanda baş verib. Həccə gedənlər adətən oranı ziyarət edirlər. Allah qismət eləsin. Mən şəxsən özüm ümrə ziyarətində olanda orada ziyarət eləmişik və həmin yeri görmüşük ki, peyğəmbərimiz orada Əli əleyhissalamı imam kimi tanıtdırır və qeyd etdiyiniz kimi zamanı da ki, məlumdur. Zilhəccə ayında olur. Peyğəmbərin həcc ziyarətindən sonra qaydanda insanlara bunu elan eləyir. Bəli, çox Allah gözəl. köməyiniz Təşəkkür olsun, edirəm sağ olasın. minnətdaram. Yəni bu məsələdə heç bir şək şübhə ola bilməz. Bəli, tarix Əlbəttə, hamı bunu qeyd edir. Bəli, bunu biz həm Əhl-i Sünnət qardaşlarımızın tarixi mənbələrindən ələ gətiririk, həm şiələrin tarixi mənbələrindən ələ gətiririk. Yəni heç kəs bunu təkzib eləməyib. Doğrudur. Həm Əhl-i Sünnət alimləri, həm şiə alimləri hamısı yəni Yekdil olaraq bu əvvəldə də məsələni dedik, qeyd siz də edirlər. vurğuladınız ki, bu mütəvatir bir hadisədir ki, bunu hamı, yəni bütün alimlər, tarixçilər, təhlilçilər bunu yəni qeyd ediblər ki, belə bir hadisə baş verib və hansı məntəqədə baş verib, bunu da yəni yekdilliklə bunu bildiriblər. Bəli, təşəkkür edirik. Seyid Mirzədən başqa bir sualımız budur ki, yəni Qədirxum hadisəsi müsəlman birliyi və qarşılıqlı hörmət baxımından bizə nə öyrədir? Yəni biz Qədirxum günündə ki biz məclislər qeyd edirik. Yəni bunun nə anlamı var? Bəli, Qədirxum hadisəsi bunu biz qeyd elədik ki, müsəlmanların birliyi üçündür. Əsasən üçün İslamda Allah Taala insanları birliyə çağırır və "Va'tasimu bihablillah və la təfərrəqu" Bəli. anlayışı var və bunun ən böyük nümunəsi Qədirxumdadır. Bu müsəlmanların birliyi. Və Qədirxum bahis olur ki, insanlar ixtilafdan çəkinsinlər. Yəni Allahın ipindən, imamət ipindən yapışsınlar və hər kəs də imamət ipindən yapışsa da orada təfriqəyə yer olmaz. Çünki imamət elə bir nemətdir ki, imam heç vaxt qoymaz ki, şeytan insanların arasında ixtilaf eləsin. Çünki imam öz elmi ilə insanları maarifləndirir və Quran-ı Kərimin ayələrinin mənasını, təfsirini insanlara çatdırır və mümkün deyil ki, bir yerdə imam ola və cəmaat imama müraciə eləyə, amma ixtilaf da qala. Bu mümkün deyil. Elə ixtilafın meydana gəlməsi ona görə oldu ki, bəzi insanlar imaməti qəbul eləmədilər. Və bugünə kimi İslamda müsəlmanlar arasında olan ixtilaf imamətin qəbul edilməməsi və Əli əleyhissalamın imamətdən kənara qoyulması, yəni xəlifəlikdən kənara qoyulmasının səbəbində oldu. Və Qədirxum əgər düzgün təbliğ olsa və düzgün çatdırılsa, əlbəttə ki, hər bir insan məntiqlə və əqllə bunu qəbul edəcək ki, bu insanların xeyrinədir. Yəni bizdə bir söz də var ki, deyir Allah Taala hətta kafir bir ölkə əgər qanuna riayət eləsə, ixtilaf eləməsələr, qanun ətrafında olsalar, onları saxlayacaq. Amma görsən, müsəlmanlar ixtilaf eləsə, amma orada Allah onların tərəfini tutmaz. Yəni, bugün də biz görürük ki, müsəlmanlar da elə bir-birinə
Düşmən düşmən kəsiləcək. kəsiliblər. Çünki müsəlmana Bəli. hökm çatıb da bilir, məlumatı var. Müxtəlif məzhəblər var, bir-birinə Bəli. düşmən kimi baxırlar. Məsələn, Vəhhabiyyət var ki, məsələn, Şiəni özünə düşmən bilir, ya Əhl-i Sünnəni özünə düşmən bilir. Bu nəyin səbəbindəndir? Bu yəni dini bilməməzlikdən və imamı tanımamazlıqdandır bu. Və Qur'anı başa düşməməzlikdəndir. Bunu da vurğulayım ki, əgər insanlar, yəni o vaxtki müsəlmanlar hamısı əziz peyğəmbərimizin bu sonuncu əmrinə, əlbəttə əmr Allahdan idi, peyğəmbər sadəcə rəsul idi, çatdıran idi ki, əgər əməl eləsəydilər, qarşılıqlı hörmət bunu demək olar ki, məsələn, məndən üzbəüz olan bu şəxs bir bayraq altındadır. Mən bu şəxslə bu müsəlman, mən də müsəlmanam, bu da müsəlmandır. Bizi birləşdirən cəhət nədir? Biz bir bayraq altında, İslam bayrağı altındayıq və buna görə biz mehriban yaşayırıq. O da nədir? Yəni imamət. Çünki imamı, Əli əleyhissalamı, Peyğəmbərimizin təyin elədiyi bu şəxsi mən də qəbul edirəm, bu da qəbul edir. Deməli, biz qardaşıq. O başqa yolda deyil, mən başqa yolda deyiləm. Bu, o vaxt ki, fitnə səbəb oldu ki, mən başqa yola düşüm, qarşımdakı müsəlman qardaşdakı başqa yola düşsün. Ona görə bütün bu ixtilaflar meydana gəldi. Təəssüflər olsun. Bəli, təəssüflər olsun. Bəli, inşallah bir sualı vermək istəyirəm Kərbəlayı Əli qardaşımıza. Biz əvvəldə söhbət elədik bu barədə ki, o vaxtda əziz Peyğəmbərimiz Əli əleyhissalamı öz canişini təyin edərkən onlar dedilər ki, bu sənin əmin oğludur, biri digəri dedi, sənin kürəkənindir, sənin ailəndəndir, ona görə seçirsən başqa yəni ailədən, başqa nəsildən olanları seçmirsən, təyin eləmirsən. Yəni, bəziləri bu məsələyə biz siyasi hadisə kimi don geyindirirlər. Buna necə münasibət bəsləyirsiniz? Qeyd edək ki, əziz qardaş, Qədirxum hadisəsi dini cəhətdən baxanda siyasi və mənəvidir. Siyasətin öz mənası nədir? Yəni idarəçilik. Biz dualarda da görürük. Cami-i Kəbirə duasında da görürük ki, sasətil əmr. Yəni nə? Onlar işləri siyasətlə qabağa aparırlar. Yəni belə deyil ki, bizdə din ayrı, siyasət ayrı. Ya dindarsan, ya siyasisən. Bəli. Biz İslam dininə baxanda görürük elə İslam dininin, Ələvi hökumətinin, yəni Əli əleyhissalamın peyğəmbərdən sonra yolunun və Əhl-i Beytin ondan sonra yolunun elə hədəfi dini hökumətdir. Bəli. O ki deyirlər bu sırf siyasi idi, ya deyirlər yox bu qohumbazlıq idi, ya deyirlər yox məsələn bu başqa bir şey idi. Bu bəhanələrdir. Əli əleyhissalamın seçilməyi hər nə idi. Çünki Peyğəmbərin özünün qurduğu hökumət elə dini hökumət idi. Baxın, Peyğəmbər dini hökumət qurur, düzdür? Ondan sonra gələn biri o dini hökumətin banisidir. O dini hökumətin davamçısıdır. Peyğəmbərin dini hökumətində nə var? Əxlaq var, mənəviyyat var, təqva var, siyasət var, hər şey var. Peyğəmbər bariz bir Allahın kamil nümunə göndərdiyi bir peyğəmbərdir. Bir elçidir. Hər şey peyğəmbərin rəftarında, işlərində biz görürük. Deməli Əli əleyhissalam ki, peyğəmbərin vəsisidir. Yəni ondan sonra gəlir, peyğəmbərdən sonra onun davamçısı olur. Deməli nə peyğəmbərdə vardısa, peyğəmbərlikdən başqa hamısı Əlidə var, Əli əleyhissalamda. Hamısı Əli əleyhissalamın vücudunda, əməlində, rəftarında var. Əli əleyhissalamın bütün rəftarları istəyir hökumət qursun, hökumət idarə eləsin, istəyir insanın mənəvi cəhətdən yanında olsun və insanlara o bəsirət verməkdə və digər bütün hər bir cəhətdən nəzərə ala biliriksə, zehnimizə gəlirsə, hətta zehnimizə gəlməyən bir çox şeylərdə ki, Peyğəmbərdə vardı, Əli əleyhissalamda da bunlar var. Yəni bu düşmənin sözüdür. Düşmən nə deyir? Deyirlər, Əli əleyhissalamın gəlib orada tanıtdırılması düşmənin bir dənə siyasəti idi ki, müsəlmanlar arasında parçalanması alsın. Bəli, biz deyirik düşmənin parçası idi ki, bəzi söhbətlər yarandı. Hamı əgər Əli əleyhissalama ki, orada itaat elədilər,
biz görürük də tarixdə özləri də. Əhdindən Ya dönməsəydilər. hamı kitablar yazır ki, bəxxun, Bəli. ya əmirəl-möminin. Mübarək olsun sənə, mübarək olsun sənə. Ey möminlərin əmiri. Bəli. Əsbəhdə möminən, əsbəhdə likulli möminin əmir. Bütün möminlərin əmiri seçildi. Bəli. Xoş olsun sənə halva. Hamı bunu dedi də. Əgər bu sözün üstündə qalsaydılar, bu sözü axıra kimi üstündə qalsaydılar, bugün bu ixtilaflar olmazdı. Bəli, dediyiniz kimi düşmən istifadə edə bilməzdi. Çünki bu ixtilaflar ortaya çıxdı, bu ixtilaflar yarandı, düşmən istifadə elədi və bizi parçalandı, daha da bizim məsafəmizi çoxaltdı. Bu düşmənin hiyləsi və planı idi ki, təəssüflər olsun, Əli əleyhissalama itaət eləməyənlər də bəzən düşmənin o əlinə su tökdülər. Onun ixtilafını biraz da böyütdülər və bu böyük ixtilafla bugün gördüyümüz müsəlmanlar arasında bu parçalanma yarandı. Əziz Peyğəmbərimizin, üzr istəyirəm, əziz Peyğəmbərimizin Əli əleyhissalamı, yəni özündən sonra vəsi təyin etməsinin başlıca səbəbi ondan sonra olan müsəlmanların azğınlığa düşməməsi idi. Amma halbuki əziz Peyğəmbərimizin yəni istədiyi olmadı. Sözə qulaq asılmadı deyənə bu əslində ixtilaflar biz belə deyə bilərik ki, Allahın istədiyi olmadı. Ki Allahın istədiyi yer üzərində İslamın hakim olması idi. Bəli. Amma ortada bir dənə ixtiyar məsələsi Bu var da ki, bir şübhədir insanların ki, ixtiyarına buraxdı və Bəli. təəssüf ki, və fitnə, Çox gözəl bir təfriqəçilik məsələ çoxaldı. işarə etdiniz, amma mən istəyirəm qısa bunu izah edeyim. Allahın istədiyi olmadı. Allah istədiyi bizə elan elədi. Bəli. Allah dedi ki, bu siz üçün yaxşıdır və mən bunu siz üçün istəyirəm. Onun baş tutmağı da Allah bizə tapşırdı. Bəli. Bizim Allah öhdəmizə istəsəydi buraxdı, kun bəli. fəyəkun. Allah 100%, desəydi bəli. olacaqdı. Amma Allah Taala dedi ki, gəla insan, sənə bunu deyirəm, bu sənin üçün faydalıdır. Bunu elə. İnsan onu eləmədi və bu gün azğınlığa düşdü. Bu görürük 1400 ildən sonra vəhdətimiz yoxdur ki, Seyyidimiz də Quran ayəsi oxudu və təsimu bihablillahi cəmi'a. Möhkəm yapışın Allah ipindən. Necə? Birlikdə hamınız. Və la təfərrəqu. Aranızda ixtilaf salmayın. Allah bizi ixtilaf salanlardan, ixtilafa düşənlərdən qərar verməsin. Yenə amin. Təşəkkür edirik. Gözəl Sağ olasın, nöqtələr Allah razı olsun. hər ikiniz çatdırdınız, istifadə elədik. Allah elminizə, ömrünüzə daha da bərəkət versin. Allah razı olsun. Və inşallah qarşıdan gələn bayramımızı da təbrik edirəm. Allah razı olsun. Allah bizi Əli ilə salamın Əzizlərimizə təbrik edirik inşallah. Bir zaman bizi ayrı izləyənlər. salmasın. Təşəkkür edirik. Dəyərli əziz tamaşaçılarımız, əziz möminlər, verilişimizin qonağı Kərbəlayı Seyyid Mirzə və əziz qonağım Kərbəlayı Əli Əlizadə idi. Allah hər iki qonağımızın ömrünə, elminə daha da bərəkət versin. Bunu diqqət edək və heç bir zaman unutmayaq. İnsan azınlığa düşməmək üçün elə bir yerdən yapışmalıdır ki, onda heç bir büdrəyiş baş verməsin. İnsan bəzən hansısa bir təhlükədən amanda qalmaq üçün elə bir yerə sığınır, öz zehnindən də bunu keçirdir. Elə bir yerə sığınım ki, orada təhlükədən amanda qalım. Bir yerdən düşmək qorxusu olanda elə bir yerdən yapışıram ki, ondan möhkəm yapışım və uçuruma düşməyim və yaxud başqa bir problemlə qarşılaşmayım. Buna görə də Allah əziz Peyğəmbərimizin ömrünün son anlarında Əmirəl-Möminin Əli ibn Əbi Talib əleyhissalamı ümmətə təqdim etdi. Buyurun, əgər Peyğəmbərdən sonra, yəni mənim rəsulumdan sonra azmaq istəmirsinizsə, bu da onun canişini, bu da onun xəlifəsi. Bundan yapışın və mən sizə qarantiya verirəm ki, zəmanət verirəm ki, siz azğınlığa düşməzsiniz. Biz hal-hazırda bu yolu gedirik və buna həmd sana edirik. Elhamdülillahillazi cealana minel mutamassikin bi vilayeti emirel müminin və əimmətil ma'sumin əleyhimussalam. Elhamdülillah ki, biz Əli əleyhissalamın yolundayıq və ondan sonra gələn 11 övladının yolundayıq. Buna görə Allaha sonsuz həmd və sənalar Allah bizi olsun. sabit qədəm eləsin. İlahi amin, Rəbbil aləmin. Sizlərə Allaha tapşırırıq. Qarşıdan gələn bayramınız da mübarək olsun. Bu bayramın qədrini dönə-dönə hər birinizə çatdırırıq ki,